Son vaxtlar televiziya verilişləri ciddi keyfiyyət itkisi yaşayır və bu cür çıxışlar da bunun ən açıq nümunəsidir. Tamaşaçıya dəyərli maarifləndirici və ya mədəni bir məzmun təqdim etmək əvəzinə TikTokda mənası belə bilinməyən trendlərlə efir doldurulur. Sadəcə trendə düşmək, sosial şəbəkədə diqqət çəkmək naminə hansısa sözlərini belə anlamadıqları mahnıları oxuyub populyarlaşmağa çalışırlar. Bu nə sənətə, nə musiqiyə, nə də televiziya mədəniyyətinə yaraşır. Qonaqların seçimi, ifaların keyfiyyəti və verilişlərin ümumi quruluşu o qədər zəif və məqsədsizdir ki, tamaşaçıya heç bir estetik zövq və ya fikir vermir. Sanki bütün məqsəd yalnız viral olmaqdır. Məzmun, dəyər, mesaj isə ikinci plana yox, ümumiyyətlə heç bir plana daxil edilmir. Azərbaycan televiziyası belə səviyyəsiz kontentlə yox, keyfiyyətli layihələrlə yadda qalmalı idi. Əks halda TikTok trendlərini təkrarlamaqla efiri doldurmaq, efirin ciddiliyini də sənətin nüfuzunu da getdikcə daha çox məhv edir. Rana Rövşən qızı, BTV. Mucuk baby, loco, 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 loco. Tu mujer era perre, 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 coco, loco, esto, tu mujer era perre, 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 loco. Uno, bebé, loco. Tu mujer una perra, loco, 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 loco. El número uno, bebé, loco. Tu mujer una perra.